Zəbur 72-ci məzmur. Süleymanın məzmuru. Ey Allah, padşaha ədalət ver, şah oğluna salihlik ver. Qoy sənin xalqına salihliklə, məzlumlara ədalətlə hakimlik eləsin. Xalqın firavanlığı dağlardan aşsın, salihlər təpələri dolaşsın. Padşah xalq arasında olan məzlumları qorusun, fəqirləri xilas eləsin, zalımları əzsin. Nə qədər günəş və ay varsa, hər gələn nəsil qoy səndən qorxsun. Biçilən tarlaya yağış kimi, torpağı suvaran gür yağış kimi tökülsün. Bu padşahın ömrü boyu qoy salihlər çiçək açsın. Göydə ay durduqca qoy firavanlıq artsın. Dənizdən dənizə qədər, Fəraddan yer üzünün qutaracağına dək hər yerdə hökmranlıq eləsin. Onun qarşısında köçəri xalqlar diz çöksün. Düşmənləri isə qoy yerə vurulsun. Tarşişin və adaların padşahları ona xərac gətirsin. Səba və Seva padşahları ona bəxşiş versin. Qarşısında bütün padşahlar təzim eləsin. Qoy bütün millətlər ona xidmət eləsin. Çünki o imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qutarır. Yoxsula, fəqirə rəhm eləyir. Fəqirlərin canlarını azad eləyir. Onları hədə-qorxudan, zorakılıqdan qutarır. Onun gözündə bunların qanı qiymətlidir. Yaşasın padşah. Qoy ona Səba qızılı verilsin. Qoy onun üçün durmadan dua edilsin. Hər gün ona xeyir-dua verilsin. Qoy ölkənin zəmiləri bol olsun. Dağların başında dalğalansın. Bu ölkə livan kimi məhsul versin. Qoy şəhərin əhalisi ot kimi bitsin. Qoy padşahın adı əbədi qalsın. Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın. Onu bütün millətlər bəxtiyar adlandırsın. Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, xariqələrin yeganə yaradanına. Onun şərəfli adına əbədi alqış olsun. Bütün yer üzü onun izzətinə bürünsün. Amin. Amin. Yessey oğlu Davudun duaları burada sona çatır.